Bu videoda sizə bir marketdən aldığınız məhsulu necə geri qaytara bilərsiniz, onu göstərəcəm. İlk növbədə bir marketə daxil olursunuz. Daxil olduqdan sonra sağ aşağı hissədə olan kabinet bölməsinə keçid edirsiniz. Açılan bu səhifədə mənim sifarişlərim bölməsinə klik edirsiniz və buradan qaytarmaq istədiyiniz məhsula daxil olursunuz. Məhsula daxil olduqdan sonra məhsulu geri qaytarmaq seçimini seçirsiniz. Buradan məhsulun geri qaytarılma səbəbin, qaytarılma səbəbinin ətraflı qeydin, əldə etdiyiniz məhsulun 3 ədəd şəklin bura yerləşdirirsiniz. Bütün bu məlumatları doldurandan sonra ən aşağıda olan seçimi seçirsiniz və sizi belə bir səhifəyə yönləndirirlər. Qeyd edilir ki, 72 saat ərzində müraciətinizə baxılacaq. Daha sonra geri qaytarma müraciətlərinə keçid edərək müraciətin statusuna baxa bilərsiniz. Üzərindən bir gün keçəndən sonra müraciətdə qeyd edilir ki, məhsulu təhvil məntəqəsinə aparın. Təhvil məntəqəsinə aparıb məhsulu təqdim etdikdən sonra məhsulunuz yoxlama mərhələsinə keçid edilir. Əgər yoxlamadan uğurla keçərsə, geri qaytarılma təsdiqlənir. 7-14 iş günü ərzində sizin pulunuz karta geri qaytarılır. Kanala abunə olub videonu bəyənməyi unutmayın.